Təharət, paklıq şərtdir. Hətta ibadətdə insan gərək pak ola. Məsələn, əgər boynunda cənabət qüsul varsa və yaxud indi digər qüsullar, o zaman gərək pak olasan, qüsul alasan. Məscidə mundar şəkildə daxil olmaq haramdır. Çox üzr istəyirəm ifadəmə görə, bir qadın və yaxud bir kişi əgər boynunda hər hansı vacib bir qüsul varsa, onu almadan məscidə daxil olsa, nə qədər məsciddə əyləşir, bir o qədər haram qazanır. Çünki bura pakdır, gərək bura daxil olan zaman bədən pak ola. Və yaxud əziz analar, bacılar, bu evə daxil, indi hicab vacibdir. Allahın qanunudur, biz dananmarıq ki. Gərək qadın hicab örtür. İndi biri örtür hicab. Azıq öz işi. Amma məscidə gələ, başı açıq otura, bu olmaz. Allah evinə böyük hörmətsizdir. Nə qədər başı açıq məscidin içində otursa, bir o qədər bilsin ki, gəldiyi iş savab deyil, bəlkə lənətlənir. Çox ağırdır məgər, başına bir dənə parça at. Olmaz. Gərək analar, bacılar məscidə daxil olurlar. İstər namaz qıl, istər qıl, fərq eləmir. Məscidə daxil oldunsa, başını örtməlisən. Da bu lazım deyil ki, biz buradan hər dəfə deyəməsin. Ey ana, başını örtü. Ana da bəzən hegemonluq eləyir, elə özü üçün keyf edir, otur. Allah qəbul eləsin. Bu paklıq mühümdür. Namazı dəstəmazsız qıla bilərsənmi? Yox. Gərək dəstəmaz alasan, namaz qılasın. Görürsən, Allah Teala ibadəti pak şəkildə qəbul edir. Mudar ibadət qəbuldur ki. Sən qüsul almadan oruç tuta bilərsənmi? Yox. Bəzən xanımdır görürsən, uzun dırnaq qoyur. Sual eləyir ki, mən nə iş görürüm? Oruç tutmaq istəyirəm. Deyirəm, o dırnaqları sök, qüsul al, oruç tut. Sökənmirəm. Həm dırnaqdan keçmək istəmir, həm oruçdan. Olmaz, gərək birindən keçəsən, qüsul almasan, oruç tuta bilməzsən. Məscidə daxil ola bilməzsən, mudar. Namaza, dəstəmazın olmadan dura bilməzsən. Qədir gecələri mənəvi gecədir. Bu gecələrdə Allah Teala bağışlayır insanlar. Amma deyir, bəzən paklığın haqqında düşün, daşın və istiğfar elə. Olmaz ki, elə murmudar əyləşəsən, nə bir gətirə göz yaşın yoxdur, nə bir zümzümən yoxdur, nə bir hacətin yoxdur. Elə heykal təki durub baxırsan. Bu gecənin bütün dəqiqələrindən istifadə edin. Biz gərək nəyi düşünməliyik? Bilirsiniz, bu gecələrdə birinci əqidəmizi pak eləməliyik. Əqidə mühümdür. İnsan əqidəsini gərək düzəldə. Bir qəlbdə iki şey yer ala bilməz. Sən həm Allaha razı salasan, həm də şeytana itaət edirsən. O mümkündür. Ya bu, ya bu. Bu gecə səhvini müəyyən eləyəsən. Bu gecə fürsətdir. Allah Teala istəyir insanları pak görə. Əqidəmizi paklamalıyıq. Əqidəmizdəki o şirki əqidəmizdən çıxartmalıyıq. İkinci budur ki, baxın, mal çox mühüm məsələdir. Mal mühüm məsələdir. Qarına gedən yemək çox mühümdür. Yeməyin qaydaları var. O aldığın yeməyin qaydaları var. Ona görə də gərək qidan pak ola. Qidan pak olmasa, bu gecənin effekti yoxdur. Qidanı gərək pak eləyəsən. Bu gecə gərək Allahdan istəyəsən, Allah Teala sən malını pak eləyir. Mal öz-özünə pak mı olar? Yox. İslam dinində qayda qanun var. Baxın, hər bir dövlətin
öz qanunu var. Qanun nədir? Maliyyat. Mal gətirirsən, sən onda rastlamışqa eləmədən sata bilərsən, kürəyini qırarlar. Amma çeksiz mal sat. İndi kim oğurlayır, o öz işi. Amma qanun nədir? Dövlət deyir, sən pulun 18%-ni köçürməlisən. Ta sən nədir, gedib sata biləsən. Köçürmədən satsan cərim eləyər. Allahın xums qanunu var. Zəkat qanunu var. İndi siz elə mi düşünürsünüz ki, məsələn, mən ticarət edirəm, mənim gəlirim halaldır. Məsələn, Lilo bazarında ticarətlə məşğulam. Halal. Amma nə xumsum yoxdur, nə zəkatım yoxdur. O halal qazancın haram olur. Çünki sən ildə bir gün təyin eləməlisən, o sənin xums ilin olmalıdır ki, sən o gün malın pak olmalıdır. Malının 1/5-ni Allah yolunda infaq eləməlisən. O zaman sənin malın olur pak. Bunu eləmədən, bunu yerinə yetirmədən, elə denə mən əllərimin zəhmətini Allah qəbul eləsin. Amma Allah qanun qoyub, deyir, sən 1/5-ni mənim yolumda verməlisən. Xums vacib məsələdir. Sən xumsu vermədən malın pak olmaz. Ona görə də Allah Teala buyurur ki, deyir, malınızı pak edin. İndi bilməmişəm, nə cür eləyib, gözünü oturursan, düşünəsən. Mən gərək Allah yolunda xums verəm, zəkat verəm, infaq eləməliyəm Allah yolunda. Bir nəfər var idi, bu çox xeyir iş görmüşdü, məscid tikmişdi, xeyir işlərdə bulunmuşdu. Biraz da imkanlı adam idi. Buna dedik ki, xums var, xumsu buna başa salmaq. Qayıtdı dedi, mən bu qədər iş görmüşəm və bu xumsdur. Dedik, yox, o yerində Allah qəbul eləsin, amma o xumsdur. Xumsun qanunu var. Sən gərək ili müəyyən eləyəsən, günü müəyyən eləyəsən, o günü qeyd eləyəsən, o gün çatdı, yetişdi, əlində hər nə varsa 15/1-ni Allah yolunda ayırmalısan. Ayırmasan, qarışır, halal olur, haram. Buna görə biraz diqqət eləyək. İndi Qədər gecəsində Allah bizim əqidəmizi pak elə. Bizim malımızı da pak elə. İndi gəlir qəlb. Qəlb də gərək pak ola. Əqidə pak olmalıdır, mal pak olmalıdır, əqidə də pak olmalıdır, qəlb də pak olmalıdır. Bu qəlb paklığı əməl vasitəsindəndir. Sən əməl eləmədən qəlbini pak eləyə bilməzsən. Sən əgər ibadətə qalxmadan, iki dizini qatlayıb Allahın qarşısında zəlilliyini göstərmədən, o səcdiyi yerinə yetirmədən qəlbin pak olmaz. Qəlb o zaman pak olur ki, sən durursan Allahın qarşısında, dəstəmaz alırsan, deyirsən, ilahi, istəyirəm bugün sənin qarşında əyləm və sənə ibadət edeyim. Bu gecə fürsətdir. Burada nə qədər adam var? Buranın sakinləri hamısı burada yoxdur ki. Bir hissə var. Bu o hissədir ki, Allah bunları istəyir. Siz boş-boşuna mı gəlirsiniz? Yox, Allah sizi çağırır. Allah sizi bura gətirir. Bu Allahın lütfüdür, inayətidir, kərəmidir. İndi həmən Allah nə istəyir? Bax, mən tanıyıram, bəzi insanlar var, oruç tuturlar, namaz qılırlar. Amma müqəddəs Ramazanın hörmətini saxlayır, bir də namazlar yox. Bu gecə Allahdan istə, Allah sənin qəlbini pak eləsin. Allahın qarşısında əyil, o ləzzəti al. Hər bir şey bir ləzzəti var. Namazın öz ləzzəti var, ibadətin öz ləzzəti var. Bir Peyğəmbər neçə şeydən ləzzət alardı. Bu dünyada neçə şeydən ləzzət alardı. Ləzzətinin biri namaz idi. Peyğəmbər deyir, namaz mənim gözümün nurudur. Namaz mənim qəlbimin nurudur. O kəs ki, oruç tutur, namaz qılmır. Mən qılaram,
Hələ hazır deyiləm. Oruca nə cür hazırlaşdı? Nə cür dayandı? O şeytan vəsvəsəsidir. Bu gecə şeytan bağlıdır qolları. Allahın rəhməti sənin üzərinə hasildir. Ona görə bu gecə səy edin, çalışın, tövbələrinizi möhkəm edin, Allahdan lazımlı hacəti diləyin. Allah Teala hacətlərinizi qəbul eləsin inşallah. Həqiqətən dünyanın ömrü azdır. Belə düşünməyin ki, bir uzun ömür bu dünyada yaşayasınız. Heç kim garantiyalı deyil. Heç savağımız garantiyalı deyil. Heç bir saat sonramız garantiyalı deyil. Bax, bu gecə əməllərimiz yazılır. Heç düşünübsünüzmü ki, məsələn, elə bir sanki bir adam zindana salıblar. Hələ ona hökm oxunmuyor. Qərardır, bu səhər ona hökm oxuna. Bilmir neçə il verəcəklər. Sizcə bu adam başını yastığa qoyub rahat-rahat yatar? Yox. Gecəni səhərə kimi dəli olar ki, əlləri göylərdə qalar ki, ilahi, bir kömək ilə mən çox iş verməsinlər. Ya mənim işim yüngül olsun. İndi elə bir bu gecə bizim həyatımız, taleyimiz yazılır. Nə qədər narahatsan, nə qədər həyəcanlısan ki, aya mən bu il ömrümə nə yazılacaq? Pislik yazılacaq, yaxşılıq yazılacaq, avariya var, xəstəlik var, yaxşı rizq ruzi var, yoxsa hər şeyin əlimdən getməsi var, xəstələnmək var, sağlamlıq var, bilmirəm nə var. Amma hər nə sən yazsan, o mənim halıma şamil olsa mən razı. Amma bizim etiraf eləyək, o qədər qüvvəmiz yoxdur, yalan danışmayaq. O İmam Hüseyin əleyhissalam deyirdi, ilahi rizən bi qəzaik təslimən li əmrik. Allah sənin əmrinə tabiyəm, sənin qədərinə razıyam. Nə yazsan, çək, gözüm üstə. Onu mən deyə bilmərəm, yalandır. O bizim bir ustadımız var idi, deyirdi ki, Komel duasında bir hissə var. Deyir ki, ey mənim Allahım, məni cəhənnəm oduna atsan, səbr eləyərəm. Amma sənin varlığından ayrılmağa səbrim çatmaz. Deyir, diqqətiniz elə, o əleyhissalam ayəti, siz orayı tez oxuyun keçin. Yalanla mən razıyam, odda yanaram, amma səndən ayrılmağa. Ayrılan idin, ayrılmaq istəmirdim, elə bu dünyada qəşəng bəndə olaydın, qəşəng mömin olaydın, Allah da üzünə baxıydı. Bu çox mühüm məsələdir. Həqiqətən, vallah, bu gecə tövbə gecəsidir. Əgər bu gecə özünü Allaha bağışlayıda bilməsən, ha vaxt istəyirsən ki, Allah səni bağışlayır. Bu gecə elə bir gecədir ki, Allah Teala bu gecə rəhmət qapılarını açır. Çox maraqlıdır. Bu gecə samit Quran, sakit Quran, Quran-ı Kərim yer üzünə nazil olur. Natiq Quran Həzrət Əli əleyhissalam göy üzünə qalxır. Bu gecə Əmir el-Möminin gözlərini yumur, Allaha vəsl olur, Quran nazil olur. Natiq Quran Allaha qovuşur, sakit Quran yer üzünə nazil olur. Allaha and verirəm İzzət və Cəlalına, Allah təbarək və Teala həm bizi Qurandan, həm də bizi Əhl-i Beytdən ayrı salmasın. Bizim nəyimiz var Allah? Bir Quranımız var, bir Əhl-i Beytimiz. Biz onlardan deyilik ki, deyək, həsbuna kitab Allah. Allahın kitabı bizə bəs. Yalan danışırlar. Biz Allahın kitabına da düzəməli, əməl eləmirlər. Allahın kitabı bizə bəs. Əhl-i Beytsiz heç nə yoxdur. Quran və müəllim, Quran və imam, Quran və Peyğəmbər. Bunlar kənar-kənar olmalıdır. İndi biz birazdan inşallah Allahın iznindən kitabları açacağıq. Bir dənə zikir var. Bayaq cümə namazında da onu burada danışmışdım. Allaha ant verəcək. Bi həqqi hazəl Quran. Deyəcək Allah səni ant verəm bax bu Qurana. Və səni ant verəcəm bu Quranla birlikdə nazil olun. Bu Quranı gətirənə, Peyğəmbərə. Sonra deyir, səni ant verəcəm Quranda adı zikr olan möminlərə.
O adı zikr olan mömin kimdir? Əli əleyhissalam. Quranda adı zikr olur. Həzrət Zəhra adı zikr olur. Əhl-i adı Quranda zikr olur. İndi ləfz olaraq yox da, məna olaraq 300-dən çox ayə var Əli əleyhissalamın şəninə. Bunlar ikisi paralel olmalıdır. Yalandan boş-boş namazları qıl, Əhl-i Beyti böğründə at geçsin, yox. Əhl-i Beyt o qapının açılmasında möhkəm rol daşıyır. Allaha şükür edirəm, Allah bizi həm Qur'anla, həm Əhl-i Beytdən qərar verir. Bu gecə inşallah Allahdan istəyək, Allah Teala bizi salamatlıqdan 3-cü Qədr gecəsinə də çatdırsın. Keçən il mümkündür bizim məclisimizdə bəzi insanların hüzuru olaydı ki, bu il artıq dünyaların dəyişiklər yoxdular. Allah onların ruhunu şad eləsin inşallah. Allah Teala bu məscidi bina eləyənin, ölənlərin ruhunu şad eləsin inşallah. Allaha and verirəm izzət və cəlalına. Allah Teala İmam Zaman əleyhissalamın zuhurunu təcil eləsin. İmam Zaman əleyhissalamı bu gecə dualarımızda unutmayaq. İmam Zaman əleyhissalam bizim dualarımıza muhtacdır. Əsrinin imamını bu gecə unutmayın. O imamın hesabına bugün yeryüzü əxdədir. O Quranda ayə var ki, Qədr surəsində deyir, Tənəzzəlul mələikətu və ruh. Mələklər və ruh yeryüzünə nazil olur. İmam olmasa onlar yeryüzünə nazil olmaz. İmamın hesabına mələk yeryüzünə nazil olur. Yox, sənin mənim üzümə mələk mi gəlir yeryüzünə? O imamın hesabınadır ki, yeryüzünə mələk nazil olur. Bu kainat əyər üstündədir, İmam Zaman ağanın hesabınadır. Bu kişiyi gərək nə dualarımızda unutmayaq. Bugün Allahdan əhd-i peymanımızı təzəliyək. Allaha deyək, Pərverdigar, həm əqidəmi pak elə, həm malımı pak elə, həm qəlbimi pak elə, Pərverdigar-ı aləm, həm də mənim əzalarımı pak elə. Əza nədir? Orqanlar. Göz, qulaq, dil, əl, ayaq. Bunlar da mudar olur da. Ağız mudar şey danışsa mudar olur. Qulaq axmaq şeylərə qulaq atsa mudar olur. Göz səfə şeylərə baxsa mudar olur. Bugün deyən Allah, səhv eləmişəm, xəta eləmişəm. Gözüm xəta eləyib, qulağım xəta eləyib, dilim xəta eləyib. Xəta eləmişik, biz məhsul deyilik. Bu gecə etirafdır. Nəyim var, nəylə gəlmişəm? Yalın əldən gəlmişəm, heç nə gətirməmişəm. Kərəminə o qədər möhtacam ki, sənin kərəminə ümid eləyib bu gecə gəlmişəm sənin qapını döyməyə. Əgər bu gecə sən bizə nəzər eləməsən, biz bu gecə bağışlanılmadan buradan eşiyə çıxsaq, İlahi, bu sənin şənindən uzaqdır. Özün buyurmusan ki, ey bəndələrim, gəlin bu gecə fürsətdir, gəlin tövbə edin, gəlin bu gecə bağışlanmaq diləyin. Allahdan bu gecə bağışlanmaq diləyin. Və Allaha söz verə, İlahi, biz sənə müvəqqəti yox, həmişəlik söz vermək istəyirəm, sənə beyət eləyirəm. Əlimi qoyuram sənin rəhmət əlinə. Allah bu gecə inayət elə, bizi bu qapıdan əl boş qaytarmır.